Bu həbslər bizim sıralarımızı seyr etməyə xidmət edir. Yavaş-yavaş görürsünüz, elə bir vəziyyət yaradılır ki, biri digərinin həbsinə biganə qalsın, konfliktlər yaradılır insanlar arasında və son bizim bu gedən proseslərdə də gördünüz ki, parlamentdə baş verən hadisələr sən demə, əvvəlcədən hazırlanıbmış. Belə mənzərə yaranır, əvvəlcədən həqiqətən hazırlanıbmış və hakimiyyət öz işini gördü. Bax, acı bir şey deyim. Bax, burada görürsünüz, mənim haqqımda yazırlar ki, Teymur xarici qüvvələrin əlinə işləyir, hökumətin adamıdır və s. və s. Və mən, dəyərli dostlar, xarici qüvvələrin əlinə işləsəm və hökumətin adamı olsam, təsəvvür edirsən, bu qədər troll töküblər bura. Bax, troll əlindən tərpənmək mümkündür. Bir dənə belə, deməli, 20 dənə trollar yazıb, bir dənə belə tamaşaçılarımız, izləyicilərimiz yaza bilmirlər. Baxın, bu hakimiyyətin Abamediya qarşı, Teymur Emməylə qarşı şəxsiyyət terrorudur, başqa bir şey deyil. Mənə qarşı terrordur. Və bunların deməli, əli ilə bu qədər trollar tökülürsə, bura mən necə hakimiyyətin adamı ola bilərəm? Və bunu deyən adamlara istəyirəm birazca düşünsünlər, ən azından düşünsünlər ki, Teymur niyə birdən-birə bu vaxta qədər hakimiyyət adamı deyildi, birdən-birə bu son 2-3 gündə hökumətin adamı oldu. Demək ki, bu hadisələrin bu cür istiqamətdə getməsi hakimiyyətin bir oyunuymuş və mən bir şey xatırladım. Dəyərli dostum Namizəd bəyin son günlər davranışları qeyri-adekvat idi. Bunu siz efirdən də görürdünüz. Ən azından son, deməli, keçən şənbə bizim köhnə rəyasət heyətinin özünün topladığı toplantıda da orada gördünüz ki, Fərhad bəyin acı bir çıxışına da Namizəd bəy qeyri-adekvat hərəkətlər eləyirdi. Hətta səsi bağlanırdı. Bizim hamımızın səsimiz hər zaman bağlanır və bu dəfə də rəyasət heyətinin üzvü olsa Namizəd bəyin səsi bağlanır və Namizəd bəy nələrisə deyirdi, yəni imkan vermirdi bunu deməyə. Bu onu göstərir ki, Namizəd bəy öz qabında deyildi. Mən Namizəd bəyi gözəl tanıyıram. 3 ildir biz fəaliyyət göstəririk. Bundan əvvəl də mən müxalif düşərgədə onun fəaliyyətlərini görmüşəm, izləmişəm. Çox sakit, səbirli, hər şeyə səbirlə yanaşan, mən belə sakit təbiətli bir insan birdən-birə bu hadisələr çox aqressiv olmuşdu. Nədəndir? Bilmirəm. Bunlara zaman qiymət verəcək hər şeyə. Çox aqressiv olmuşdu. Hər kəsi, şəxsən mənlə onun arasında vaxta qədər bir aramızdan su keçməmişdi. Amma məni belə efirdən təhqir edirdi, aşağılayırdı, alçaldırdı, belə ifadələr. Və sonunda da onun həbsi onu göstərir ki, hansısa proseslər gedir və biz o proseslərdən baş aça bilmirik. Əslində mən baş açıram, mən bilirəm niyə gedir bu proseslər. Niyə, məsələn, birdən-birə rəyasət heyətində olan insanlar bizə qarşı düşmənə çevrilirlər və birdən-birə milli müqaviməti belə atəşə tutdular. Çünki xalq parlamentinin əsas üzərini təşkil edən milli müqavimətdir və bizimlə, mənim də şəxsən xarakterim bilirlər ki, hansı zəif nöqtədən yapışmaq lazımdır. Və o zəif nöqtədən yapışdılar. Yapışdılar və sadəcə bir neçə millət vəkilinin etirazını böyük bir ajitaja çevirdilər, bilərəkdən çevirdilər rəyasət heyətinin üzvləri. Və mən demirəm ki, rəyasət heyətinin üzvləri mütləq hamısı tutaq ki, bu hakimiyyətin əlinə işdir, amma hakimiyyətin maraqları onların vasitəsilə həyata keçirildi, dəyərli dostlar. Hakimiyyətin maraqları, hakimiyyətin planları onların vasitəsilə həyata keçirildi. Bu Ərəstun Orusluydu, bu deməli Qurban Məmmədov idi, bu Namizəd Səfərov idi, bu Xatirə Cəbrailova idi və bu Abid Qafarov idi. Burada bir dənə neytral qalan bu oyunlara qarışmayan bəlkə də o da çalışdı sona qədər əlinə gəliniləsin Ataxan Əbilov. Bəlkə də xarakterci o cür insan, mən bilmirəm, deyə bilmərəm onda. Amma görünən bu idi ki, bu insanlar çox gözəlcə bir rolu oynaya bilirlər və parlamentin bu vəziyyətə gəlib çıxmasına xidmət edə bilirlər. Mən yenə də deyirəm, onların hansının hökumətə işləməsi və yaxud da hansı qüvvələrə işləməsi haqqında əlində dəlil yoxdur. Amma görünür ki, bu prosesdə əllər var idi və o əllər çox gözəl şəkildə bu məsələni oynadılar.